danışırıq sizinlə söz birləşmələrindən. Ümumiyyətlə çalışacağım ümumi məlumatları verim. Daha sonra lazım olarsa növbəti video dərslərdə açarıq. Söz birləşməsi öncəliklə nədir? Biri var söz, biri var söz birləşməsi. Söz birləşməsi iki və daha artıq sözün, amma necə sözün? Leksik mənalı sözün məna və qrammatik cəhətdən birləşməsi əsasında yaranır. Və söz birləşməsində bu qaydanı əsas tutaraq tətbiq etmək lazımdır müəyyən qaydalarda, müəyyən məqamlarda. Biz deyirik, iki və daha artıq müstəqil mənalı, leksik mənalı sözün məna və qrammatik cəhətdən birləşməsi. Tərif budursa, tətbiq edək. Məsələn, o zaman baxaq, burada iki söz mü var? Biz bilirik, olmaq, etmək, eləmək, bilmək köməkçi feilləri sadəcə olaraq mürəkkəb feil yaradır. Yəni, kömək etmək öz-özlüyündə sadəcə olaraq mürəkkəb feildir. Deməli, bu söz birləşməsi deyil. Niyə? Çünki bu hələ bircə dənə sözdür. Amma bizə lazımdır ən azı iki söz. Amma olsa dosta kömək etmək, bax, bu söz birləşməsi olur. Nəyə görə? Çünki dost bir söz, kömək etmək iki söz. Davam edək, evə tərəf. Baxaq, burada yenə iki söz görürük. Amma biz nə demişik? Müstəqil mənalı, leksik mənalı sözlərin birləşməsindən yaranacaq. Evə bir müstəqil mənalı sözdür, amma tərəf köməkçi nitq hissəsi olduğuna görə leksik mənası yoxdur. Deməli, bu söz birləşməsi sayıla bilməz. Amma evə tərəf gedən artıq bu söz birləşməsidir. Tərkibində evə sözü və gedən sözü olmaqla iki müstəqil söz olduğu üçün. Söz birləşməsindən danışarkən onun quruluşca növlərinə toxunmaq lazımdır. Quruluşca növünü də başa düşmək üçün yenə də qayıdıb qaydamıza nəzər salmaq bizim üçün kifayətdir. Nəyə görə? Biz qaydasında dedik, iki və daha artıq sözü. İki və daha artıq sözün birləşməsi. Əgər söz birləşməsinin tərifində tələb olaraq bizə deyirsə, iki və daha artıq, həmin elə o iki dənə sözdən ibarət olan söz birləşməsi sadə hesab olunur quruluşca, daha artığı, yəni ən azı üç müstəqil sözdən ibarət olan söz birləşməsi isə quruluşca mürəkkəb hesab olunur. Yəni, məktəb direktoru sadə söz birləşməsidir. Məktəbin yeni direktoru deyək ki, mürəkkəb söz birləşməsidir. Tərəflərindən danışırıq. Ümumiyyətlə söz birləşməsinin tərəflərində yadda saxlayacaqsınız ki, hər zaman birinci tərəf aslı, yəni bu söz birləşməsində birinci tərəf evə sözüdür, aslı sözdür, ikinci tərəf gedən feili sifətidir, əsas sözdür. Deməli, söz birləşməsinin birinci tərəfləri olur aslı söz, tabi olan, ikinci tərəf əsas söz tabi edən. Və söz birləşməsinin əsas ilə aslı tərəfi əsasında biz onun növlərini öyrənirik. Əgər əsas tərəf, yəni ikinci tərəf ifadə olunubsa adlarla nə deməkdir? İsim, sifət, çay, əvəzi, zərf, yəni ümumiyyətlə feil istisna olmaqla digər əsas nitq hissələri və isimləşən sözlər adlarla ifadə olunubsa, bu adlanır ismi birləşmə, yox əgər feilin təsdiqlənməyən formalarla ifadə olunubsa, feili birləşmə. Məsələn, evə tərəf gedəndə biz baxırıq gedən sözü